Salam uşaqlar, növbəti sınavı çəkirəm. Birin izahını əslində yazmışam. Qısa şəkildə deyəcəm. X bölü 3 bərabər Y bölü 4 bərabər Z bölü 5 olanda mən bu ifadələrdə demişdim ki, X 3K, Y 4K, Z 5K götürürük. Deyərsin, mənə niyə belə alınır? Əslində bunların hər birini bir K-ya bərabər etsək, biz X bölü 3 bərabər də K-dır, Y bölü 4 də K-dır, Z bölü 5 də K-dır. Çünki hamısı bir-birinə bərabər, o da K-dır. Buradan isə çarpaz bərabərlik götürəndə x bərabər 3k alınır. Görürsüz? Y bərabər 4k. Görürsüz? Yazmışdıq onsuz da biz başdan bunu. Z də 5k'dır. Artıq verilənləri yerinə qoyuram. 2x. 2-ni 3k'ya vurdum. 6k minus y, yəni bu üstəgəl 5k bərabər 21. 7k 21k bərabər 3-ü tapdım. Artıq məndən baxıram cavab y istəyir. Y neçə k idi? 4k. 4-ü də 3-ə vuracam, cavab nə edəcək? 12. Bir də cavab C bəndi 2. 2-də uşaqlar birinci A bölü B, yəni bu verilən ifadəni burada ortaq məxrəcə gətirirəm. B-A-da B-A-nı bölürəm birinci məxrəci B-yə. Nə qaldı? B-A-nı B-yə bölündə nə qalacaq? A qalacaq. A-ya A-ya vururam, olur A kvadrat. Plus B-A-nı bölürəm A-ya. Nə qaldı? B. B-ni B-yə vururam, olur B kvadrat. Bərabər 5. Bu cibimdə dursun. Düzdürmü? Keçirəm bu birisinə. Bu birisi ifadəni adi, bildiyimiz qayda ilə nə etməliyik? Açmalıyıq. Çünki burada ortada çıxma yox, yəni belə deyim də ekstradan bir şey yoxdur. Bunu sadələşdirəndə 2AB ilə 2AB gedir. Burada yerdə qalır. 2 dənə A kvadrat plus 2 dənə B kvadratı bölək 4AB. Yaxşı, bundan sonra nə edim? 2-ni çıxardım. Hələ ki əlimdən gələn budur, edirəm. 2 vuraq A kvadrat plus B kvadrat bölək 4AB-dən. 2 ilə 4-ü ixtisar aparıram. Burada 2 qalır. Da buradan oyunu gedə bilmirəm. Qaydıram. Bax bura. Görün bu mənə nə verirdi? Baxın, bunu çarpaz belə vursam, uşaqlar, mən buradan A kvadrat plus B kvadrat, baxın, çarpaz vurdum. Bu ifadəni vururam bu məxrəc 1-ə. Bunda bunu. Alıram neçə? 5AB. Deməli, bu A kvadrat plus B kvadratın cavabı nə imiş? 5AB. Gətirib qoyaram yerinə. Niyə qoymuram? Qoyaram. 5AB. Baxın, bunu burada tapdım. Başda sən demə veriblərmiş. 5AB. Qoydum yerinə. Böl. Burada nə qaldı? 2AB. AB-lər ixtisar gedir. 5-i 2-yə böldüm. 2,5. Cavab olur C bəndi. 3-ə baxaq. 3 də nədir? 3-də yenə adi, sadə, müxtəsər vurma düsturlar. Yuxarı A kubu minus B kubudur. Yəni x-in kubu minus 1-in kubu. Necə olacaq? X minus 1 mötərizədə x kvadratı. Demişdim minus olanda, kublar fərqi minus olanda bu ikinci mötərizənin için hamısı plus olur. Bu vur bu. Yəni x plus 1 böl. Məxrəcdə x kvadrat plus x plus 1 verilir. Görürsünüz artıq uyğunluğu. Vuraq. Digəri, uşaqlar, bura fikir versəz, görərsiniz ki, bu əslində x minus 1-in bağlanmış kvadratının açılışıdır. Düzdür? Bir dənə məxrəcdə x minus 1-in kubunu verib. Da buradan o yana ixtisarda, yəni bəsit şeylərdilər. Bax, bu diri mötərizə, bax, bununla ixtisar gedəcəkdir. X minus 1-in kvadratı, bu isə x minus 1-in kubu, yəni üstü burada 2 var. Əslində burada bir dənə də x minus 1 var. 1 də buradadır, düzdür? Qüvvət, bu x minus 1-in 2-nin üstünə bir cəndə nə edirsə 3. Burada da x minus 1-in kubu. Yəni bunların hamısı əslində bir-birinin ixtisar gedəcək, cavab edəcək. 1 cavab B bəndi etmiş olur. 4. Gəl 4-cü məsələyə baxaq. Maraqlı məsələdir. Asandır deyərdim, yəni çətin məsələ deyil. Diqqətlə qulaq asaq. Uşaqlar, deyir ki, sinifdəki şagirdlərin 60%-i qızdır. Bax, sinifdə şagird neçədə nədir? Verməyib. Düzdür? Mən demişdim, verilməyən bir şeyi nə götür? X götür. Bax, 4-də yazıram ki, sinif götürürəm, yazıram x. Düzdür? Sinif x, bilmirəm. 60% qızdır. Bax, yazıram qız, bir də oğlan. Qızlar nə qədərdir uşaqlar? 60%. Yəni x-in 60%-ni tapanda x-i 60-a vurub 100-ə bölürəmmi? Bəli. Sıfırlar ixtisar gedir. 6-nı 10-a böləndə edir 0,6 x. Yəni bunu əzbərə də deyə bilərsiniz ki, x olanda onun 60%-i 0,6 x götürülür. Oğlanda nə qalacaqdır? X-dən 0,6 x çıxsam, əlbəttə ki 0,4 x. Yəni əslində 40%-də nə qalır? Oğlanlara qalır. Yəni oğlanlar 40%-də. Yaxşı, bura qədər məsələmiz aydın. Bax, bura qədər aydın. Deyir, sinifə əlavə 10 qız gəldi. Bax, uşaqlar, öz sinifinizi nəzərə alın. Sinifinizdir, hər hansı müəyyən miqdar say var orada. Ora sinifə qızlar gəlir. Uşaqlar, sinifə qız gələndə sinifin ümumi sayı da artır. Çünki uşaq gəldi sinifə, düzdür? Və qızların da sayı artır. Uşaqlar, bayaq sinifdə x qədər uşaq var idi.
Artıq 10-dan uşaq gəlib olub x minus 10 qədər. Yəni bir bayaq belə idi, artıq ikinci belədir. Bildiniz də? Yəni 10 dənə uşaq, qız, oğlan fərqi yoxdur. 10 dənə adam gəldi sinifə. Artıq sinifin sayı oldu x minus 10 qədər. Və deyir qız. Uşaqlar, qız gəldiyinə görə qız əvvəl bu qədər idi. Artıq qızın sayı da nə qədər olacaq? Bunun üzərinə 10 gəlinmişi. Aydındır? Yəni uşaq gələndə sinifin sayı da artır, qızların da sayı artır da eyni zamanda, yəni. Görürsünüz, bax cümlə gedirəm. Sonra deyir şagirdlərin 68%. Artıq şagirdlər budur, qızlar da budur. Bunun 68%-ni tapanda 68-ə vurub 100-ə bölmərəmmi? Bölərəm. Deyir qızlar oldu. Yəni bu bərabər oldu qızların sayına. Gördünüz məsələnin gedişatı necə? Bunu arxaya çevirib, yəni bir də baxa bilərsiniz. Vaxt çox getməsin deyə, yəni bir də təzədən demirəm. Arxaya çevirib bir də baxarsınız. Buradan bu yana artıq uşaqlar çarpaz vurma ilə öz işimi yerinə yetirirəm. 68-i vururam x-ə olur 68x plus 680 bərabərdir. 100-ü də vururam bunlara 60x plus 1000. Bu 60, bax x-i keçirdirəm bu tərəfə. 68-dən 60 çıxıram. Qalır 8x bərabər 680-də. 1000-in yanına keçsəndə bax görürsünüz müsbətdir. Bu tərəfə keçir olur mənfi 320. X bərabər 40 almış oluram. Nə deyir? Sinifdə əvvəlcə neçə şagird var idi? Uşaqlar baxın, x-ə baxın, görün necə gedir, hara gedir? Hoppa, getdi. Sinif şagirdlərinin yanına. Görürsünüz, əvvəl x işarə etmişdim. X-də tapdım mı? Tapdım. Cavab olacaq 40 C bəndi. 5. 5 sadə bir misaldır. 48-in 25%. 48 vur 25 böl 100. 100 ilə bu ixtisar gedir. 100, yəni 25 ixtisar gedir. Cavab 4. 48-i 4-ə cavab 12 A bəndi. Uşaqlar, burada qulaq asın. Mən qısaca da demişdim bunu əslində. Yəni şifahi də tapa bilərdi. İndi mən ola bilər başa düşməyən uşaq olsa deyə belə bir də izah verdim. Əslində 25%, bir şeyin 25%, yəni onun 4-ə bölünmüş idi. Bir şeyin 10%, onun 10-a bölünmüş idi. Bir şeyin 20%, o həmin ədədin 5-ə bölünmüş idi. Yəni o da 100% ilə əlaqəli bir şeylərdir. Yəni 25% əslində bu 48-i birbaşa 4-ə bölüb də 12 tapa bilərdiniz. İndi 6. Uşaqlar, bu 6-cı sualdan bizdə topluda var idi. Bu sual tanış sualdır. Topluda var idi. Biz bundan işləmişdik. İndi diqqətlə baxaq. Deməli, bayaq, bax burada bu birinci misalımız vardı. Bax 10 kimi. B-nin üzbəyüzündə kim durub? 4 durub. B bərabər 4K. C bərabər 5K. Bu dursun. Keçirəm digərinə. A bərabər 3K. B bərabər 2K. Qeyd edin ki, uşaqlar, bu misalları, yəni bu sınağı işləyən zaman yanınızda başqa bir telefonda olsun. Yəni bunu izləyə-izləyə o həmin, yəni ola bilər burada uzaqda görə bilmirsiniz. Həmin telefonda yəni bu sualları izləyin. Və dediyim kimi bunları mən elə belə izah etmirəm. Yəni boş-boşuna deyil. Bunların hər birini sizdən soruşacağım. Qaydaq misalımıza. Uşaqlar, baxın. Bax, 2 hissəli sanki verilib də bunları yazdım. Bura qədər yəqin ki, aydındır. Üzbəyüz verilən rəqəmlərlə yanına K atdım, nisbətə görə yazdım. Yazılsın. Uşaqlar, fikir verirsəniz, bax, C-dən də bir dənə də adam bir də, amma B-dən həm burada var, həm burada. Elə bir 2 başlıdır B. Amma B burada 4K-dır, burada 2K-dır. Düzdür? Mən bu 2K-nı 4K-ya çevirə bilərəm. Yəni, bərabərləşsin ki, mən işimi görə bilim də. Burada 2K-dır, burada 4K-dır, mən rahat işimi görə bilmirəm. Götürürəm, 2K-nı neyin yərəm 4K olur? Əlbəttə ki, 2-yə vuraram. Demişdim, bir, yəni misalın, kəsrin, nə bilim, tənliyin bir tərəfini vurursansa, digərində vurmalısa. Bax, bunu 2-yə vurdunsa, sən məcbur bunu da 2-yə vurasın. Artıq sənin ayın olacaq. 6K. Bildinizdə niyə 2-yə vurdum? Bu B 4K-dır. Bu da 4K olsun deyə. Bu da oldu 4K. Всё. Artıq mənim B-im 4K-dır. C-im 5K-dır. B 4K zaten tapdım. Ayım da 6K-dır. Da bunu tapmağa nə var ki? 2A. 2A, yəni 12K minus B minus 4K minus C 5K bərabər 12. 8, 5, 3K bərabər 12, K da bərabər 4 almış oluram. Da nə desə taparam da. C-dir, C də olur 20, yəni cavab Y bəndir. Uşaqlar, yenə deyirəm, izah ola bilər ki, harasıda sizə qaranlıq qalsa, videonu arxaya çevirin, yenidən izaha baxın. 7 adi faiz məsələsidir. Şəkillər də çox istifadə olunur. Diqqət. Burada arpa 80 dərəcə, çəltik 70 dərəcə, buğda 120 dərəcə verir. Bizdə ümumi uşaqlar demişdim ki, bax bu tam bucaqdır. Tam bucaq ümumilikdə 360 dərəcədir, unutmayaq. Tam bucaq neçə dərəcədir?
360 dərəcədir. Fikir versəz görərsiniz ki, yoncanın yəni qarşısı boş qalıb, digərləri verilib. Mən 360-dan həmin verilənləri çıxaram. Görüm yoncuya nə qədər, neçə dərəcə qalıb? 120 plus 70 plus 80 dərəcə əlbəttə ki. Bərabər 360 dərəcə minus 150, bu da 120, 270 dərəcə. O da bərabər 90 dərəcə. Düzdürmü? Deməli, mən belə yəni şəkil 4, neçə yerə bölüblər? Hədə 4 yerə. Belə bölməyiblər, mən biraz pis çəkdim. Bu 80 dərəcədir, bu 70 dərəcədir, bu 120 dərəcədir. Tapdım ki, burada neçə dərəcə olmalıdır? 90, ki bu 360-a tamamlansın. Bildinizlər niyə? Tam bucaqdıq ona görə. Bu da deyir ki, yonca əkilmiş sahə, ümumi sahənin, ümumi neçə idi? 360 idi. Deyir, yonca bunun neçə hissəsidir? 90 böl ümumi, yəni hamısı. Bu da cavab, yəni ixtisar edər, cavab edər. 4-dən 1 hissəsidir, yəni 7-də cavab D bəndi olmuş olur. 8. Uşaqlar, 8-də fikir versəz, görərsiniz ki, bax, A kvadratının yanına bu birisi A-nı, yəni plus 6A-nı gətirirəm. Baxıram ki, bunu demişəm ki, bunu görə bilmək üçün siz düstur anlayışı olmalı. Düstur açanda sizə tanış gəlməlidir ki, bu hansı düsturdur? Bu nədir? Baxın, mən bunun yanına bilirəm ki, 9-u gətirib qoysam, bu mənə düstur verəcəkdir. Bir dənə burada minus B kvadratı da durub, işim yoxdur, onu yazdım ora. Bölək. Aşağıda baxıram, A kvadratı minus B kvadratını uyğunlaşdıra bilərəm. Plus 3A plus 3B-də 1. Niyə? Çünki bilirəm ki, bunun da içində A plus B var. Buradan 3-ü çıxarsam, burada da bir A plus B yaranacaq. Bax, ona görə. Yəni, açıq aydın deyirəm, bilin ki, nədir, nə deyil. İndi baxın, uşaqlar, buradan bura qədər mənə A plus 3-ün bağlanmış kvadratını verər, verməz? Verər. İnanmırsınız, açın o başqa vərəqdə. Açın, görəcəksiniz, verir. Minus B kvadratını saxladım aşağıda. Bax, A kvadrat minus B kvadrat nə verir? A minus B, A plus B. Düzdür, düsturdur da, keçmişik. Bu ikisindən 3-ü çıxardıram, qalır A plus B minus 3 böl A plus B. Bundan işim yoxdur, saxlayıram. Bərabərdir, bərabərdir. Uşaqlar, baxın, kvadrat minus. Bu sanki bir A-dır, bu da B-dir. Belə demişdim, düzdür. A minus B, A plus B. Bax, A plus 3 minus B. Bir dəfə də A plus 3 plus B. Baxın, bunları bir dəfə çıxdım, bir dəfə topladım. A kvadrat minus B kvadrat düsturuna görə bölək. Aşağıda uşaqlar, baxın, baxın. Hər ikisində nə var? A plus B var. A plus B-ni hər ikisindən çıxardıram möhtərizə xaricinə. Burada nə qalır? A minus B. Plus, burada nə qaldı? A plus B-ni çıxartmışam axı, nə qalıb? 3. Minus, bunu hələ ki yazıram, işim yoxdur bundan. Bərabərdir. Uşaqlar, baxın. A müsbətdir, B mənfi, 3 də müsbət. Yəni, A minus B plus 3. Baxın, görüm. Baxın, A minus B plus 3. Əslində, burada toplananların yerini dəyişib. Eyni şeydir, fikir versəniz. Bax, bu möhtərizəli, bu möhtərizə nə edir? İxtisar gedir. Artıq burada bu qalıb, bu da budur. Hər ikisinin məxrəci A plus B-dir mi? Bəli. A plus B-də yuxarıda nə qalıb? A plus 3 plus B minus, burada nədir? 3-dür. Bərabərdir. 3-lər gedir. Yuxarıda A plus B, aşağıda A plus B cavab edir. 1, yəni 8-də cavab C bəndi etmiş oldu. Keçək 9-a. 9 çox gözəl bir sualdır. 9-u təzəlisədə izah etmişdim bu tipdən. Uşaqlar, diqqətlə 9-a bax, ulduz qoyun, qeyd götürün. Da mən bilmirəm də. Yəni 9-u yaxşı, fərqli tip sualdır. Yəni qarşınıza çıxıb sizi narahat eləyə bilər bu tip suallar. Uşaqlar, belə deyim də, kuboiddir də, yəni kubdur. Bu əslində tənliyin, belə deyim, bu tənlik olsaydı, bunun 3 dənə kökü olacaqdı. Yəni bunu sıfıra çevirən 3 dənə qiymət var. Niyə? Çünki burada x-in kubudur. Diqqətlə qulaq asın. Baxın uşaqlar. Burada fikir versəz, x-in yerinə 1 qoysam, 1-in üstünə 1 gələndə edir 2, 2-dən də 2 çıxanda eləyir 0. Görürsünüz? Deməli, 1 uşaqlar bunun köküdür. Aydındır. Niyə köküdür? Çünki doğrudan da 1-i yerinə qoysam, bunun cavabı 0 eləyir. Başa düşdünüzmü? Ona görə uşaqlar, mən 1-i bunun kökü qəbul etsəm, biz necə yazırdıq? A vuraq x minus x1, x minus x2 yadınızdadsa bu formada yazırdıq, düzdür? İndi mən də tapdım ki, 1 bunun köküdür. A da 1-dir də burada, əmsal yoxdur. Yəni, bildinizdə bu ona görə istifadə etdim. Ona görə bu x minus 1 artıq 1 bunun köküdür deyə x minus 1 bunun 1
vurğudur. Nə idi? Vuruğu. Vuruqlarının biri nədir? X minus 1-dir. Dedim niyə? Qulaq asın. Uşaqlar, vuruqlarının biri budursa, onda bunu buna bölsəm, mən digər vuruğu taparam da. Düzdür? Və mən sizə bunu çubuqlu bölmə ilə bölünməsini demişdim. Gəlin bölək. Dedim ki, burada baxın x var. Mən nə yazım ki, x kubu alınsın? Əlbəttə ki, x kvadratı qədər salaram. Çünki x kvadratını x-ə vuranda nə edir? X kubu. Gəlin vuraq və bunu buna da vuracam, buna da çıxacam. Çubuqlu bölmədə vurub çıxırdıq, bax elə. X kvadratını x-ə vurdum, x-in kubu. Bax, minusdur deyə yazıram, minus. Bunu da buna vuranda eləyir x-in kvadratı. Bölək. X kubundan x kubunu çıxıram, getdi. Baxın, uşaqlar, burada diqqət. X kvadratı minus mənfi x kvadratı eləyir sənə 2 dənə x-in kvadratı. Bir də çıx ikisi var. Bildiniz niyə? Bunu da, indi bunu nə qədərdən salım? Bunu da 2x kvadratı yaranması üçün deməli plus müsbətdə də ona görə 2x salıram. Çünki 2x-i x-ə vuranda doğrudan da 2x-in kvadratı eləyir. Çıxaq. İndi 2x-i buna da vuracam, buna da çıxacam bundan. 2x-in kvadratı minus, bunu da buna vuranda 2x. Bundan bunu çıxanda, yəni 2x kvadrat çıx 2x kvadrat nə eləyir? Heç nə, getdi işinə. Mənfi 2x-dan, baxın qıraqda çıxıram, bax. Mənfi 2x-dan 2x-i çıxanda mənfi 2 plus 2x edirmi? Mənfi 2 plus 2x. Bildiniz də niyə? Bax, özüm də burada yazdım ki, görəsiniz. Buradan da, bir dəqiqə görüm. Belə yaxşı olurmuş. Bunun da yerini dəyişsəm, 2x minus 2 olarmı? Toplamların yerini dəyişsəm dəyişmir. Bax, bu modelə uyğun gəlsin deyə belə yazdım. Bunu neçəyə vursam bu alınır? 2-yə. Baxın, 2-ni x-ə vurdum. Çıxaq, yenə. Adi çubuqlu bölmə kimi çıxa-çıxa gedirəm. 2-ni x-ə vurdum. 2x, çıxaq, 2-ni 2-yə vurdum. 2. Burada da heç nə qalmadı da. Özündən özünü çıxıram. Düzdür? Deməli, mənim ikinci vuruğum nə oldu? Bu oldu. Birinci vuruğum nə idi? X minus 1 idi. Niyə 1 olduğunda izah eləmişdim? Baxarsan. Deməli, burada, baxın görün, neçənci misal? 9. X kvadrat plus 2x plus 2 cavab Y bəndi olmuş. Olur, çox gözəl misal idi. Bax, buna ulduz qoyuram. Yəni, diqqətli olaq. 9, 10. 10-cu sual adi şablon sualdır. Üstü n olanda demişdim şablonun nə idi? Üstü, kiçik olanı mötərizə xaricinə çıxart. 5 üstü n plus 2'dir. Bu da 5 üstü n'dir. Hansı kiçikdir? N plus 2 kiçik olar, n kiçik olar. Əlbəttə n burada natural ədəddir. Əlbəttə 5 üstü n kiçik olar da. 5 üstü n-i mötərizə xaricinə çıxartsam, uşaqlar, bəzi uşaqlar burada çaşır. Bax, burada bunu bir dəfə də izah edirəm. 5 üstü n plus 2-dən sən 5 üstü n-i mötərizə xaricinə çıxardırsansa, bil ki, bunu 5 üstü n-ə bölürsən. Aydındır. Mötərizə xaricinə çıxardanda onu həmin ədədə bölürük. Başa düşürsünüz? İndi, əsaslar eynidir. Böləndə üstlər nə eynirdi? Çıxılırdı. Mən n plus 2-dən n-i çıxsam, n-lər gedər, 2 qalar, qalmaz. Bax, o həmin 2 buradan əmələ gəlirdi. İndi 5 üstü n-i çıxartsam, qalacaq 5 üstü 2 minus 4 vuraq. 4 vuraq 1 də 5 üstü n-in özünü çıxarır. 5 üstü n, 5 üstü n 1 eləyir. Bölək. İndi 5 üstü n minus 1 var, bir də 5 üstü n var. Uşaqlar, kiçik olan hansıdır? 5 üstü n minus 1. Çıxartdım mötərizə xaricinə. Nə qaldı? 5 üstü n minus 1-dən 5 üstü n minus 1-i çıxardanda 1 qalar da. Əlbəttə ki. Plus 4. Uşaqlar, bayaq dedim, çıxardanda üstlər nə edir? Çıxılır. Yəni, bölürsən, böləndə də əlbəttə ki, üstlər çıxılır. Baxın, bax, qıraqda yenə bölürəm. 5 üstü n-dən, elə 5 üstü n minus 1-i çıxardıram. Böləndə üstlər nə edir? Çıxılır. N-dən çıxıram n minus 1-i. Yəni, n minus n plus 1. Bax, bunlar gedir, burada nə qalır? 1. Yəni, 5 üstü 1. Bax, 5 üstü 1-də yazıram da sizin üçün. Tam aydın olsun deyə. Bunun cavabı nə edir? 25, 4. Bunun cavabı 21 edir. 4'ü 5 üstü 1, 5 eləyir. 4'ü 5'ə vurdum. 20, bu da 21 elədi. 21'lər nə elədi? Getdi. 5 üstü n bölək 5 üstü n minus 1. Böləndə üstlər nə edir? Çıxılır. 5 üstü, bax, çıxıram burada, rahat görün. N minus, qabaqda demişəm, radar var. Minus olanda bu işarə dəyişilir. N plus 1. N'lər getdi. 5 üstü 1 cavab. 5 eləmiş olur. Yəni, onda cavab B bəndi. İndi keçirəm 11-ci suala. 11 adi sualdır. Deməli, yəni həll tələb etmir.
Deyir kvadratın tərəfi perimetr ilə düz mütənasibdir. Uşaqlar, doğrudan da izah edəcəm 11-i də. Perimetr kvadrat nədir? 4 tərəfi bərabər olan 4 bucaqlıya nə deyilir? Kvadrat deyilir. Kvadratın düzbucaqlıya kvadrat deyilir. Kvadratın perimetri P bərabər 4-dür. Axı 4 də bir-birinə bərabərdir. A. Toplayanda 4 eləyir. Doğrudan da fikir versəz, perimetr ilə tərəf düz mütənasibdir. Nə deməkdir? Yəni tərəf 3 olsa 12 olacaq. Tərəf 4 olsa 16 olacaq. Tərəf 5 olsa 20. Yəni tərəfi artırsan, perimetri də get-gedə artacaq. Yəni düz mütənasibdir. B bəndi. Yəni A ona görə də doğrudur. B bəndi. Deyir ki, çevrənin uzunluğu ilə radiusu düz mütənasibdir. Çevrə dərsini keçməmişik, amma mən düsturu yazıram, yəni yadınızda saxlayın. L bərabər 2πr. Belə bir düsturumuz var. Yəni bu çevrənin uzunluğudur. Bu isə çevrənin radiusudur. Doğrudan da yenə R-in qiymətini artırsam, R-in də qiyməti artar da. Düzdür. Çünki R-i artır, 2-yə vur. 3 götür, 2-yə vur, 4 götür, 2-yə vur. Bu artanda bu da artacaq da. Ona görə bu da düz mütənasibdir. C bəndi adi qaydadır. Tənasüb kənar ədədlərin hasili orta ədədlərin hasilinə bərabər. Bu bizim tənasüb üçün qızıl qaydamız idi. Əlbəttə ki, düzdür. Uşaqlar, C yəni doğrudur. D. D-yi yaxşı yadınızda saxlayın. D bəndi doğru cavabdır. Ümumiyyətcə yadınızda saxlayın. A böl B bərabər C böl D. O da bərabər K-dırsa, uşaqlar, bu nisbətlər bərabərsə yadınızda saxlayın uşaqlar. Bunların cəmlərinin də nisbəti deməli, cəmlərin də nisbəti ilə K olacaq. Yəni, özlərinin nisbət K-dırsa, cəmlərin də nisbəti K olacaq. Bu gözəl bir qaydadır. Ulduz qoydum getdi. Bunu yadınızda saxlayın. Gözəl bir qaydadır tənasüb üçün. Y bəndində deyibdir ki, vurmaları da deyir K-yə bərabər. Xeyr, vurmalarının yox. Dedim, nələrinin? Cəmləri də elə K-yə bərabər olur. Hasillərinin yox. Yəni, 11-də doğru olmayan yanlış cavab Y bəndidir 12. 12-yə baxaq, uşaqlar. 12 də maraqlı sualdır. 12-də nə edə bilərik? Baxıram. 12-də deməli, x-in kvadrat minus 2xy plus y-in kvadrat. Görürəm ki, bu mənə x minus y-in bağlanmış kvadratını verir də. Konkret düsturda da açıb yazıblar bura. Mən də yığdım yazdım. Yaxşı. Bəs sonra nə yazım? Sonra da, baxın, bura qədər elə ki, bu 3 dənə getdi də. İndi bu ikisindən də, uşaqlar, onu istəyirəm mötərizə xaricinə çıxardım. Hələ ki, gördüyüm budur da. Gördüyümü yazım, görüm nə alacam. Bəzi misallar var ki, uşaqlar, sadəcə gördüyünü, nəsə axtarma. Gördüyünü yaza get. Bax, mən gördüm ki, birinci x minus y-in bağlanmış kvadrat. Bunu at, görəcəksən ki, bax, bu 3 dənə bunu verir. Onu çıxartdım mötərizə xaricinə, x minus y qalır, plus 25 bərabər 0. Mən indi görə bilirəm ki, artıq bu isə, uşaqlar, bu sanki bir adı. Baxın, bu x minus y plus 5-in bağlanmış kvadratıdır. Bu da bərabər 0. Deyirsə, mənimlə hardan gördünüz? Mən görürəm ki, birinci ifadənin kvadratı plus, əgər bu da 5-in kvadratıdır axı, mən görürəm bu da nəyinsə kvadratı, bu axırıncı da nəyinsə kvadratıdır. Birincinin kvadratı plus birinci ilə ikincinin, yəni 5-in də, 5-in kvadratıdır. Hasilinin ikimisi 5-i 2-yə vuran doğrudan 10 eləyir. X minus y plus ikincinin kvadratı, 5-in kvadratı da 25. Baxın, bu sanki adı, bu da sanki B-dir. Bax, birincinin kvadratı, üstə gələk birinci ilə ikincinin hasilinin 2 misli plus ikincinin kvadratı. Gördünüz? Bax, verirmiş bunu doğrudan da. Bu, ümumiyyətlə, yadınızda saxlayın. Burada 0, burada kvadrat varsa, bundan kök alanda kvadrat gedir, 0-ın da, yəni kökü 0 eləyir. Elə bir kök alıram da bundan. Elə x minus y plus 5 bərabər 0. Ya da belə başa düşün. Yəni, nəyin kvadratı 0 eləyər ki? Yəni, bu ifadə nə olmalıdır ki, 10 kvadratı 0 versin? Əlbəttə ki, 0 olmalıdır ki, 10 kvadratı 0 verə bilsin. Burada da x minus y-i tapıram. X minus y tapsam, 5 keçir bu yana, mənfi 5. Məndən elə x minus y istəyirmiş. Mənfi 5. Cavab A bəndi olmuş olur.